Sual verirlər ki, başqa bir mağazada satılan məhsulu reklam edib insanlara satmaq olarmı? Yəni bir növ makler rolunu oynamaq. Məsələn, hər hansı bir məhsul satışdadır, hansısa bir mağazada və mən bu məhsulu almıram. Yalnız öz ətrafımdakı insanlara məhsulu tanıdıram və məhsulun qiyməti məsələn 1 manatdır. Mən üzərinə özüm satacağım üçün pul qoyub məhsulu tanıdıram. Məhsula tələbatı varsa, o məhsulu həmin yerdən ödənişi alıb, sifariş edib öz müştərimə çatdırıram. Belə bir satış icazə əldə edilir. Həmçinin qeyd edirlər ki, məhsulu başqa bir yer satır və məhsulu tanıdıb əvvəlcədən almıram. Ancaq özüm satacağım qiymətə tanıdıb, müştəri olandan sonra alıb müştəriyə təhvil verirəm. Cavab belədir ki, ümumiyyətlə, əgər məhsul satan adamda deyilsə, yəni məhsulu götürməyib, məhsul hansısa bir mağazadadır və belə olan halda və bu məhsulu tanıdırsa, yəni reklam edir, müştərilərə bildirir bu barədə və əgər müştərilər bu məhsula tələbat varsa, yəni istəyərlərsə bu məhsulu, bu halda satan adam, yəni məhsulu tanıdan adam qarşı tərəfdən, yəni məhsulu istəyən, tələb edənlərdən pul almamaq şərti ilə, yəni pul almır. Pul alması doğru deyil. Çünki əgər məhsulu tanıdır, üzərinə pul da qoyur və qarşı tərəf buna ödəniş edirsə, bu artıq satış sayılır və nəticədə həmin insan özünün olmayan, yəni mülkü olmayan bir malı satmış sayılır. Belə olan düzgün deyil. Necə edə bilər? Məhsulu reklam edir. Qarşı tərəf əgər tələbat varsa, onlara məsələn tutaq ki, bir nəfər 5 dənə istəyir, bir nəfər 3 dənə, başqa bir insan məsələn 2 ədəd istəyir, cəmi 10 ədəd. Bu gedir həmin mağazaya. Həmin o 10 dənə məhsulu onlardan ya pulu ilə alır, yəni özü pulu verib götürür, ya da nisiyə götürə bilər. Yəni deyə bilər ki, götürürəm, satandan sonra gətirib pulunu verəcəm. Və sonra gətirir, həmin o malı tələb edən, malı istəyən insanlara satır və sonra pulunu aparıb verir. Lakin qabaqcadan, yəni insanlardan, tələb edən insanlardan pul almaq bu şəkildə doğru deyil.